1989-cu il 19 iyul 232 sayılı Denverdən Chicagoya gedən bir sərnişin təyyarəsi. Amma heç kim bunun tarixə düşəcək bir uçuş olacağını bilmirdi. Təyyarənin arxa mühərriki havada partlayır və nəticədə bütün hidravlik sistem sıradan çıxır. Pilotlar təyyarəni idarə edə bilmirlər. Tək ümidləri mühərriklərin gücünü balanslayaraq istiqamət tutmaqdır. Kapitan və ekipajı, eləcə də uçuşda təsadüfən olan bir təlimçi pilot, birlikdə inanılmaz bir şəkildə təyyarəni hava limanına endirməyə çalışırlar. Qəza anı dəhşətlidir, amma 296 sərnişindən 185 nəfəri möcüzəvi şəkildə sağ qalır. Bu hadisə aviasiya tarixində idarə olunmaz bir təyyarənin idarə edilməsi nümunəsi kimi göstərilir. Qəhrəman ekipaj aviasiyada təlim proqramlarını dəyişdirəcək qədər böyük təsir yaratdı. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.